İnsan şəfa tapmaq məqsədi ilə vərəqdə Quran ayələri yazıb, sonra isə vərəqi suya atıb həmin suyu içir. Bu icazəlidir. Bunu edirlər bəziləri. Alimlərin bu barədə görüşləri bir deyil. Baxanda görürsən ki, bu barədə iki məşhur görüş var. Bir qrup alimlər deyiblər ki, bu düzgün deyil, bu icazəli deyil, bu bidətdir. Məsələn, İbnül Arabi, rahiməhullah, deyir ki, vahiyyə bid'ətun minəşşeytan, şeytandandır, bidət olan bir əməldir. Yəni, Allahın Rəsulu belə bir əməl etməyib. Belə surətdə, belə formada müalicə, şəfa tapmaq üçün. Məsələn, suyun içərisinə Quran ayəsi, Quran şəfadır, şək yoxdur. İmam İbn Qayyim rahimehullah deyir ki, Quran bütün xəstəliklərə istisnasız şəfadır. Allah subhanahu wa ta'ala buyurur: "Və nunəzzilu minəl Qur'ani ma huwa şifaun və rahmetun lil mu'minin." Biz bu Quranda möminlər üçün şəfa və rəhmət olaraq nazil etdik. Quran şəfadır bütün xəstəliklərə. Lakin necə tələb edirsən, necə istifadə edirsən? Ruqyə müalicə növlərindən biridir və ən faydalı müalicə növüdür. İnsan ruqyə etsin. Bu da bir formadır. Sən yazırsan vərəqə, Quran ayəsini, yuyursan suda, düzdür, və o suyu içirsən. Belə. Bir qrup alimlər deyiblər ki, bu olmaz, bu bidətdə razılaşmayıblar bundan. Lakin bir qrup alimlər, məsələn, İmam İbn Qayyim rahimehullah Zədül Məad əsərində deyir ki, bu bir çox sələflərdən varid olub. Məsələn, Həsən Basridən, Mücahiddən və başqalarına varid olub ki, onlar belə ediblər. Yəni, sələfin əməli, bizdən qabaq yaşayan sələf-i salihin əməlində mövcud idi bu cür müalicə növü. Lakin onlar düzü mürəkkəbdən etmirdilər, zəfəranla edirdilər. Çünki mürəkkəbin içərisində elə bir maddələr olar ki, zərərli olar insan üçün onu içsə, zəfəranla bunu edirdilər. Hər bir halda bunu etmək inşallah ki, heç bir problem yoxdur. Gözəl müalicə növlərindən biridir və İmam İbn Qayyim rahimehullah bunu belə izah edir.